Bu gün regional coğrafiya haqqında danışacağıq. İlk əvvəl Avropa regionları haqqında. Avropa özü Şimali, Orta Avropa, Cənubi Avropa və Şərqi Avropaya bölünür. Şimali Avropaya daxil olan ölkələrə İsveç, Norveç, Finlandiya, İslandiya, Danimarka, Latviya, Litva və Estoniya daxildir. İsveçin paytaxtı Stokholm, Norveçin paytaxtı Oslo, Danimarkada Kopenhagen, Finlandiyada Helsinki, İslandiyada Reykjavik, Latviyanın paytaxtı Riga, Litvada Vilnius, Estoniyanın paytaxtı isə Tallinndir. Bu ölkələrdə Norveçdə neft və qaz Şimal dənizindən çıxardır. Estoniyadan yanar şist yataqları, İsveçdə isə dəmir filizi yataqları mövcuddur ki, Skandinaviya dağları arasından çıxardır. Bura əsasən qədim ərazidir, platformada yerləşir. Lakin istisna İslandiya ərazisi geosinklinal, divergent, yəni litosfer havalarının ayrılma zonasında yerləşir. Ərazi hidroenerji potensialı yüksəkdir, su ehtiyatı ilə güclü təmin olunan ölkələrdir. Norveçdə adam başına düşən sesə görə birinci yerdədir. Norveçdə Alta sesi Alta çayı üzərində yerləşir. Burada əsasən meşə sənayesi güclü inkişaf eləyib ki, xüsusilə də meşə sənayesinin kimyəvi sənaye sahəsi, kağız selüloz sənayesi, həmçinin ağac emalı güclü inkişaf etmişdir. İslandiyada isə alüminium sənayesi, xüsusilə də burada geoeslər, yerin daxili enerjisindən istifadənin artması nəticəsində alüminium sənayesi inkişaf etmişdir. Çünki alüminium əsasən enerjiyə meyl eləyir. Südlük Danimarka ərazisində südlük, ətlik, Norveç, İsveç, Finlandiyada isə ətlik, heyvandarlıq, maldarlıq inkişaf etmişdir. Bu ərazi okeana çıxışı olduğu üçün balıqçılıq, təsərrüfat sahəsi xüsusilə də Norveç ərazisində balıqçılıq öndədir. Şimali Avropada həm enli yarpaqlı, həm də iynə yarpaqlı ağaclar mövcuddur. Kağız selüloz sənayesində Finlandiya daha öndədir. Ölkələrin həm şimal buzlu okeana, həm də Atlantik okeana çıxışı var. Bu ölkələrdən yalnız İsveçin, daha doğrusu yalnız Norveçin şimal buzlu və Atlantik okeana çıxışı var. Eyni zamanda İslandiyanın da bura əlavə etmək olar. Lakin İsveçlə Finlandiyanın şimal buzlu okeana çıxışı yoxdur. Baltik dənizinə çıxışı var. Norveçin isə Baltik dənizinə çıxışı yoxdur. Yəni onun şimal dənizinə çıxışı olsa da və şimal buzlu okeana çıxışı olsa da Baltik dənizinə Norveçin çıxışı yoxdur. Burada Norveç, İsveç əsasən yarımadada, Skandinaviya yarımadasında yerləşir. Yuxarı hissədə Spitsbergen adaları Norveçə məxsusdur. Bu səbəbdən də Norveç həm yarımadada, həm də adada yerləşən ölkələr sırasına aiddir. Danimarkada həm adada, həm də yarımadada yerləşir. Danimarkanın paytaxtı Kopenhagen Zelandiya adasında yerləşir. Əsas hissəsi isə Jutlandiya yarımadasında yerləşir. Və burada Danimarka Almaniya ilə quru sərhəddinə malikdir. Latviya, Litva, Estoniya üçü də Rusiya ilə sərhəddə malikdir. Estoniya və Latviya Rusiyanın əsas hissəsi ilə sərhəddə malik olsa da, Litva Rusiyanın Kaliningrad vilayəti ilə sərhəddə malikdir. Şimali Avropada materik daxili ərazidə yerləşən ölkələr mövcud deyil. Bütün ölkələrin okeana çıxışı mövcuddur. Orta Avropaya daxil olan ölkələrə Fransa, Almaniya, Böyük Britaniya, İrlandiya, Avstriya, İsveçrə, Liechtenstein, Niderland, Belçika və Lüksemburq aiddir. Almaniyanın paytaxtı Berlin, Böyük Britaniya London, İrlandiya Dublin, Fransa Paris, Belçikada Brüssel, Niderlandın digər adı Hollandiyadır və paytaxtı Amsterdam, İsveçrənin rəsmi paytaxtı Bern, Avstriyada Viyana, Lüksemburqun paytaxtı Lüksemburq, Liechtensteinin paytaxtı isə Vaduzdur. Bu ölkələrdən İsveçrənin 3 rəsmi dili var. Alman, fransız və İtalyan dilləri, yəni 3 dənə rəsmi dilə aiddir. Belçika ərazisində isə həm flamandlar, həm də vallonlar yaşayır, yəni iki millətli xalq hesab olunur. Bu ölkələrdən Böyük Britaniya, Norveç kimi Şimal dənizindən neft və təbii qaz çıxardır. Eyni zamanda burada Niderland da Şimal dənizindən qaz çıxardır. Almaniya,
Böyük Britaniya ərazisində daş kömür yataqları mövcuddur. Məsələn, Rursar Almaniyada olan daş kömür yataqlarına aiddir. Fransa və Almaniya uran yataqlarına mövcuddur ki, burada xüsusilə AES-lərdən istifadə eləyir. Və Almaniya maşın qayırma sənayesində öndədir. BMW, Volkswagen, Opel kimi maşınları göstərmək olar. Yəni, ümumiyyətlə bu ölkələr maşın qayırma və kimya sənaye sahələrində güclü inkişaf edib. Orta Avropada südlük ətlik maldarlıq xüsusilə öndədir. Gülçülük Niderlandda inkişaf eləyib. Buğda və şəkər çuğunduru isə Fransadadır. Fransa həm Aralıq dənizinə, həm də birbaşa Atlantik okeana çıxışı mövcuddur. Yəni, bu ölkələrdən Fransa Aralıq dənizinə çıxışı olan ölkədir. Bu səbəbdən də Fransada Aralıq dəniz, subtropik Aralıq dəniz iqlim tipi və codyarpaqlı meşə və kolluqlar yayılmışdır. Niderlandda beynəlxalq məhkəmə yerləşir, çünki Niderlandın Haqa şəhərində BMT-nin beynəlxalq məhkəməsi burada mövcuddur. Fransada buğda və şərab istehsal olunur. Burada həmçinin şəkər çuğunduru da dediyimiz kimi var. Qərbi Avropada sahəsinə görə birinci yerdə Fransa, əhalisinə isə görə birinci yerdə Almaniyadır. Almaniya ümumdaxili məhsulun həcminə görə Qərbi Avropada birinci yerdə durur. İsveçrənin paytaxtı Bern şəhəri olsa da, əsas şəhəri Cenevrədir. Ümumiyyətlə, İsveçrə dünya bankiri adlanır. Dünyanın bütün insanların, varlı belə deyək də, insanların ən çox pulu İsveçrədədir ki, burada gizliliyə önəm verildiyi üçün İsveçrədə saxlanılır və seyf dövləti bu səbəbdən də adlandırılır. Ərazinin böyük bir hissəsi əsasən materikdə yerləşir. Böyük Britaniya və İrlandiya adada yerləşir. İrlandiya adada yerləşməsinə baxmayaraq quru sərhədinə malikdir. Çünki Böyük Britaniya ilə onun quru sərhədi mövcuddur. Avstriya, İsveçrə və Liechtenstein, eyni zamanda Lüksemburq materik daxil ölkələrdir. Yəni, okeana, dənizə birbaşa çıxışı yoxdur. Geri qalan ölkələrin isə birbaşa okeana çıxışı mövcuddur. Liechtenstein 2 qat materik daxil ölkə hesab olunur. 2 qat materik daxili ölkə dedikdə, yəni ətrafındakı qonşu ölkələrin də okeana çıxışı olmasın. Liechtenstein özü İsveçrə və Avstriya ilə sərhəddir. İsveçrə və Avstriya heç bir okeana çıxışı olmadığı üçün Liechtenstein 2 qat materik daxili ölkə hesab olunur. Cənubi Avropa ölkələrinə Portuqaliya, İspaniya, İtaliya, burada Vatikan, Malta, Monako, Andorra, San Marino, Sloveniya, Xorvatiya, Serbiya, Bosniya-Hersegovina, Şimali Makedoniya, Çernogoriya və ya Montenegro və Albaniya ölkələri aiddir Cənubi Avropa ölkələrinə. Portuqaliyanın paytaxtı Lissabon, İspaniyada Madrid, İtaliya Roma, Andorranın paytaxtı Andorra, Malta ada ölkəsidir. Aralıq dənizində yerləşən bu ərazidə Malta ada ölkəsidir. Maltanın paytaxtı Valletta, San Marino'da San Marino, Vatikan paytaxtı Vatikan, Monaco'da elə eyni Monaco, yəni eyni adlı. Daha sonralar Yunanistanda Afina, Şimali Makedoniyada Skopje, Bosniya və Hersegovina Sarajevo, Xorvatiya ərazisinin paytaxtı Zagreb, Serbiyanın paytaxtı Belqrad, Montenegro və ya Çernogoriyanın paytaxtı isə Podgoristadır. Cənubi Avropa ölkələri xüsusilə turizm sahəsində fərqlənir və çimərlik turizm bu ölkələrdə inkişaf etmişdir. Yüngül və yeyinti sənaye öndədir. Burada nəqliyyat maşın qayırması İtaliya və İspaniyada, kimya sənayesi İspaniyada, yüngül sənayesi Portuqaliyada, xüsusilə də Portuqaliyada tikiş, yəni yüngül sənayinin tikiş sahəsi öndədir. Albaniyada xromit mövcuddur. İtaliya üzümə görə, Fransa şəraba, İspaniya isə zeytuna görə öndədir. Sitrus meyvəçiliyi yetişdirilir, həmçinin şəkər çuğunduru İspaniya ərazisində yetişdirilir. Portuqaliya Avropanın tikiş fabriki adlandırılır. Bu ölkələrdən Portuqaliyanın Aralıq dənizinə çıxışı yoxdur. Birbaşa Atlantik okeana çıxışı mövcuddur. Və Portuqaliya yalnız bir ölkə ilə, İspaniya ilə sərhəddədir. Cənubi Avropanın sahəsinə görə
ən böyük ölkəsi İspaniya. Ümumiyyətlə İspaniya Cənubi Avropada birinci olsa da, Qərbi Avropada Fransadan sonra ikinci yerdə dayanır. Orta Avropadan şərq hissəsində mülayim dəniz iqlim tipi yayıldığı üçün burada suvarılan ərazilər azdır. Yəni dəmiyə əkinçilikdən istifadə olunur. Çaylar əsasən nəqliyyat məqsədi ilə istifadə olunur. Bu da qabarma çəkilmənin olması ilə bağlıdır. Lakin Cənubi Avropada subtropik Aralıq dənizində yerləşir və Aralıq dənizində yağıntılar qış ayında düşür. Yay aylarında isə suvarmaya ehtiyac var və bu səbəbdən də Cənubi Avropada suvarılan ərazilər çoxluq təşkil edir. Andorra Fransa ilə İspaniya sərhəddində yerləşir. İtaliyanın mərkəz hissəsində bir orada Vatikan mövcuddur, Vatikan ölkəsi və bir də San Marino. Monaco ölkəsi isə Fransanın bu hissədə Aralıq dənizi sahili hissəsində yerləşən kiçik bir ölkədir. Şərqi Avropa ölkələrinə Macarıstan, Çexiya, Slovakiya, Polşa, Belarus, Bolqarıstan, Moldova, Rumıniya və Ukrayna aiddir. Belarusun paytaxtı Minsk, Polşada Varşava, Ukraynanın paytaxtı Kiyev, Moldovanın paytaxtı Kişinyev, Rumıniyanın paytaxtı Buxarest, Bolqarıstanın paytaxtı isə Sofiyadır. Çexiyanın paytaxtı Praqa, Slovakiyanın paytaxtı Bratislavadır. Lakin cənub hissəyə daxil olan Sloveniyanın paytaxtı isə Lüblyanadır. Şərqi Avropaya daxil olan ölkələrdə xüsusilə də daş kömür yataqları mövcuddur. Məsələn, Polşa, Çexiya, Ukraynada, Belarusda torf, Macarıstanda isə boksit yatağıdır. Yəni boksiti həm hasil edir Macarıstan, həm də emal edir. Ukraynada daş kömürdən əlavə dəmir filizi yataqları da mövcuddur. Rumeniyada isə neft yatağıdır və bu neft yatağı olduğu üçün Rumeniyada İES-lər daha öndədir. Bu ölkələrdə nəqliyyat, kənd təsərrüfatı, maşın qayırması, neft çıxarılan ölkələrdə neft kimya, neft emalı, həmçinin meşə sənaye sahələri də inkişaf etmişdir. Kənd təsərrüfatı sahələrindən isə ümumiyyətlə Orta Avropa, Şərqi Avropa ölkələri südlük ətli maldarlığa görə öndədir və bu ölkələrin əksəriyyəti Albaniyanı çıxmaq şərti ilə geri qalanlarında xristian dinidir. Albaniyada amma İslam dinidir. Xristian dini olduğu üçün donuzçuluq öndədir. Şərqi Avropada çöl, meşə çöl zonasında, xüsusilə də Ukraynada taxıl əkilir. Həmçinin kartof, şəkər çuğunduru və günə baxanda yenə mülayim enliklər olduğu üçün bu ərazidə yetişdirilir. Çexiya minik və ağır yük avtomobilləri, Macarıstan isə avtobus istehsalına görə fərqlənir. Belarus Şərqi Avropada ağır yük avtomobilləri istehsalı üzrə ixtisaslaşmışdır. Ukrayna qonşu ölkələr arasında xammalda tranzit rolunu oynayır. Xüsusilə də Rusiyadan gələn boru kəmərlərində tranzit rolunu oynayır. Polşada kartof, kətan və daş kömür yataqları mövcuddur. Bu ölkələrdən Belarus, Çexiya, Slovakiya, Moldova, Macarıstan, Serbiya, Şimali Makedoniya, Çernogoriya bunlar okeana çıxışı olmayan ölkələr hesab olunur. Qara dəniz sahilində yerləşən ölkələr saat əqrəbi istiqamətində düzlükdə Ukrayna, Rusiya, Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya. Yəni Moldovanın Qara dənizə çıxışı yoxdur. O ümumiyyətlə okeana birbaşa çıxışı olmayan ölkələr hesab olunur. Türkiyənin isə Bolqarıstanla quru sərhəddinə malikdir. Eyni zamanda Türkiyənin Yunanistan və Bolqarıstan, yəni hər iki ölkə ilə də quru sərhəddinə malikdir. Lakin Rumıniya və Ukraynanın isə su sərhəddinə malikdir. Baltik dənizi ətrafında yerləşən ölkələr saydıqda isə artıq burada Norveçin adını demirik. İsveç, Finlandiya, Estoniya, Latviya, Litva, Rusiyanın Kaliningrad ərazisi, Polşa, Almaniya və bir də eyni zamanda Danimarkanı qeyd etmək olar ki, bunlar Baltik dənizi ətrafında yerləşən ölkələrin saat əqrəbi istiqamətində düzülməsidir. Əgər bir ölkənin sahilində bir neçə dəniz varsa, yəni bir neçə dənizdə ölkənin limanı yerləşirsə, buna böyük kabotaj deyilir. Məsələn, bu ölkələrə Türkiyəni göstərmək olar, İtaliya, Fransa, Almaniya kimi ölkələri göstərmək olar. Almaniyada Kil kanalı yerləşir ki, bu Kil kanalı Baltik dənizi ilə Şimal dənizini birləşdirən ən qısa kanal hesab olunur. Rusiya Şimali Asiya hissəsində yerləşir. Rusiyanın bir hissəsi Avropada, bir hissəsi isə
Asiyaya düşür. Ural dağlarından qərb hissədə qalan hissəsi Avropaya düşür və paytaxtı Moskvada Şərqi Avropa düzənliyində yerləşən Avropa hissəsinə düşür Moskva. Rusiyada əsas faydalı qazıntıları neft və təbii qazdır. Qafqaz hissəsində, Volqa boyunda, eyni zamanda Qərbi Sibirdə neft və təbii qaz çıxardır. Həmçinin bundan əlavə daş kömür yataqları, dəmir filizi, Ural dağlarında mis, Kola yarımadasında apatit yataqları və hidroenerji potensialına malikdir. Rusiyada sənaye sahələrində isə maşınqayırmanın müxtəlif kənd təsərrüfatı, avtomobil və digər sahələri, xüsusilə meşə sənayesi, kimya sənayesi, ağac emalı, neft kimya sənayesi, yüngül və yeyinti sənaye sahələri inkişaf etmişdir. Kənd təsərrüfatı sahələrində isə meşə çöl zonasında taxıl, buğda əkilir. Burada şəkər çuğunduru, kartop, günəbaxan, meşə çöl zonasında südlük, ətlik, digər zonalarında isə ətlik maldarlığı inkişaf etmişdir. Rusiyanın 3 okeana çıxışı var. Şimal Buzlu okean, Sakit okean və Qara dəniz vasitəsilə Atlantik okeanına çıxışı mövcuddur. Rusiyanın ucqar cənub nöqtəsi Azərbaycanda yerləşən bazar düzüdür və qeyd etdiyim kimi Rusiyanın Kaliningrad ərazisi isə Baltik dənizinə çıxışı mövcuddur. Yəni Rusiya həm bütövlükdə əsas hissəsi, həm də Kaliningrad vasitəsilə Baltik dənizinə çıxışı mövcuddur ki, Sankt-Peterburq şəhəri isə Finlandiya körfəzinə çıxışı mövcuddur. Rusiya mülayim iqlim qurşağının bütün tipləri, yəni mülayim dəniz, kontinental, kəskin kontinental və muson 4 tipi də burada mövcuddur. Ölkədə isə bütün qırışıqlıq mərhələlərinə məxsus dağlar, Baykal qırışıqlığında, burada Baykal gölü ətrafında Zabaykalye və Pribaykalye, eyni zamanda Kaledon Hertsinə məxsus Ural dağları, Mezozoya məxsus şərq hissəsində Verxoyansk, Çerski və Sıxoti-Alin dağları və bir də Kaynozoyda formalaşan Alp qırışıqlığına aid Qafqaz dağları burada yerləşir. Qafqazın ən hündür zirvəsi olan Elbrus 5642 metr Rusiyada yerləşir. Asiyanın regionlarına Şərq Asiya, Cənub-Şərq Asiya, Cənub Asiya, Mərkəz Asiya, Cənub-Qərbi Asiya aiddir. Şərqi Asiyaya aid olan ölkələr Yaponiya, Şimali Koreya, yəni Koreya Xalq Demokratik Respublikası, Cənubi Koreya, yəni Koreya Respublikası və Çin aiddir. Bunlardan Yaponiyanın paytaxtı Tokyo, Şimali Koreyada Pxenyan, Cənubi Koreyanın paytaxtı Seul, Çinin paytaxtı isə Pekindir və Çinin ən böyük şəhərlərindən biri də Şanxay hesab olunur. Bu ölkələrdən Yaponiya monarxiya ilə idarə olunan ölkədir. Geri qalanlar isə respublikadır və Yaponiyada dövlətin başçısı imperator hesab olunur və burada federativ ölkə yoxdur. Yaponiya, Cənubi Koreya faydalı qazıntılarla zəif təmin olunub, lakin Çin yüksək faydalı qazıntılarla təmin olunub. Daş kömür, dəmir filizi Cənubi Çin dənizində çıxardılır. Həmçinin burada qalay ehtiyatları da mövcuddur və Çin hidroenerji potensialına güclü hidroenerji potensialına malikdir. Sənaye sahələrinə gəldikdə isə Çin, Cənubi Koreya və Yaponiya xüsusilə fərqlənir. Elm tutumlu sənaye sahələri Yaponiyada, maşınqayırma, metallurgiya, yüngül, yeyinti, kimya sənaye sahələri güclü inkişaf etmişdir. Xüsusilə texnologiya həm Cənubi Koreya, həm də Yaponiyada inkişaf etmişdir. Kənd təsərrüfatında isə muson iqlim tipinə malikdir. Bu səbəbdən də çəltik becərilir. Çində həm şəkər qamışı, həm də şəkər çuğunduru mövcuddur. Yaponiyada sitrus meyvəçiliyi, sitrus meyvələri mövcuddur. Çində baramaçılıq. Həmçinin dünyada donuqsuzluğa görə birinci yerdədir Çin. Yaşıl çayın vətəni də yenə Çindir. Cənub-Şərqi Asiyaya gəldikdə burada olan ölkələrə İndoneziya, Malayziya, Bruney, Filippin, Vyetnam, Laos, Kamboca, Tayland, Myanma ölkələrə aiddir. İndoneziyanın paytaxtı Jakartadır, amma hal-hazırda dəyişdirilib. Jakarta Yava adasında yerləşirdi və burada əhali sıx məskunlaşmışdı. Dünyanın ən sıx əhalisinin məskunlaşdığı ada Yava adası idi. Əhalinin sıxlığını azaltmaq məqsədi ilə ölkə regional siyasət yeritdi və paytaxtı dəyişdi. Borneo, yəni Kalimantan adasında yerləşən Nusantara şəhərinə artıq paytaxtı dəyişdi.
İndoneziyadan sonra digər ölkələrə gəldikdə Taylandın paytaxtı Bangkok, Malayziyada Kuala Lumpur, Vyetnamda Hanoy, Filippində Manila, Laosun paytaxtı Vientiane, Myanmanın paytaxtı Naypyidaw, Kambocanın paytaxtı Phnom Penh, Bruneyin paytaxtı isə Bəndərsəri Begavandır. Eyni zamanda burada Singapur şəhər dövlətidir ki, Singapurun da paytaxtı yenə Singapur hesab olunur. Cənub-Şərqi Asiya ölkələrində Bruney, Malayziya, İndoneziyada neft yataqları mövcuddur. Filippində xromit yataqları, Cənub-Şərqi Asiya xüsusilə birinci qalay Wolfram qurşağıdır və burada əsasən qalay Wolfram mövcuddur. Malayziya, İndoneziya, Filippində çıxarılır. Bu ölkələrdə meşə sənayesi güclü inkişaf etmişdir. Oduncağın əsasən meşənin mexaniki emalı inkişaf etmişdir. Neft emalı Cənub-Şərqi Asiyanın Tayland, İndoneziya, Malayziya kimi ölkələri yeni sənaye ölkələrdir. Sənaye sahələrinin inkişaf elədiyi ölkələrdir. Daha sonra Cənub-Şərqi Asiyanın kənd təsərrüfatına heviya, kauçuk, İndoneziya və Malayziyada, çəltik, Tayland, Vyetnamda, şəkər qamışı, Hind qozu bu ərazilərdə daha çox yetişdirilir. Kalimantan adasında 3 ölkə yerləşir. İndoneziya, Malayziya və Bruney. Bruney isə yarım anklav ölkədir. Çünki hər tərəfdən Malayziya ilə, bir tərəfdən isə okeana çıxışı olduğu üçün yarım anklav ölkə adlandırılır. Və bu Kalimantan adasının digər adı Borneo adasıdır ki, 3 ölkə yerləşir. Taylandın özünün 2 okeana çıxışı mövcuddur. Həm Hind okeanına, həm də Sakit okeanına çıxışı mövcuddur. Bunu Malayziya ilə və İndoneziyada demək olar. Yəni Tayland, Malayziya və İndoneziyanın 2 okeana çıxışı mövcuddur. Cənubi Asiyaya aid olan ölkələrə Hindistan, Pakistan, Bangladeş, Nepal, Bhutan, Şri Lanka və Maldiv adaları aiddir. Burada Hindistan paytaxtı Dehli, yəni New Delhi, Pakistanda İslamabad, Bangladeşin Dəkkə, Nepalın paytaxtı Katmandu, Şri Lankada paytaxt Kolombo, Bhutanın paytaxtı isə Thimphudur. Maldivdə isə Mali paytaxtı hesab olunur. Burada Hindistanda daş kömür, dəmir filizi, qrafit kimi əsasən Hindistan xüsusilə faydalı qazıntılarla zəngin bir ölkə hesab olunur. Həmçinin manqan da Hindistanda mövcuddur. Və qara metallurgiya, maşın qayırma, kimya sənaye sahəsi yenə Hindistanda inkişaf etmişdir. Hindistanla Pakistanda aislər mövcuddur. Bu ölkədə Cənubi Asiyada Cud, Qanq çayı vadisində, pambıq, xüsusilə Pakistanda, çay, Çin ərazisi və Şri Lankada, ədviyyat Hindistan fərqlənir əsasən, təbii kauçuk, Hindistanda isə maldarlığın südlük, ətlik istiqaməti, bu da dinlə bağlıdır. Həm Hindistan, həm də Şri Lankada südlük, ətlik istiqaməti daha öndədir. Hindistan Böyük Britaniya tacının mirvarisi adlanır. Cənubi Asiya zonasında münaqişə zonasına isə Hindistanla Pakistan arasında yerləşən Kəşmiri göstərmək olar. Həmçinin Şri Lankada gedən Tamil İlam münaqişəli ərazilər mövcuddur. Cənub-Qərbi Mərkəzi Asiyanın ölkələrinə Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızistan və Monqolistan aiddir. Qazaxıstan paytaxtı Astana, Özbəkistanda Daşkənd, Türkmənistanda Aşqabad, Bişkek Qırğızistan paytaxtı, Tacikistan paytaxtı Düşənbə, Monqolistan paytaxtı isə Ulanbatordur. Qazaxıstanla Monqolistanın bir-biri ilə sərhəddi yoxdur. Bu ölkələrdən heç birinin dünya okeanına birbaşa çıxışı yoxdur. 2 qat materik daxili ölkə Özbəkistan adlanır. Necə ki, Liechtenstein 2 qat materik daxili ölkə idi, onun qonşu olduğu ölkələrin də dünya okeana çıxışı yox idi. Eyni formada Özbəkistanda. Özbəkistanın da qonşu ölkələrinin heç birinin dünya okeana çıxışı yoxdur. Dünyada 2 qat materik daxili ölkələri, biri Liechtenstein Avropada, biri isə Asiyada Özbəkistan aiddir. Mərkəzi Asiya ölkələrindən Monqolistan və Tacikistanı çıxmaqla geri qalanları türklərdir. Altay dil ailəsinə məxsusdur. Taciklər isə farslarla eyni dil ailəsinə, yəni Hind-Avropa dil ailəsinə mənsubdur. Bu ölkələrdə Qazaxıstan, Türkmənistanın Xəzər dənizinə çıxışı mövcuddur. Və
Qazaxıstan, Türkmənistan neft və təbii qaz yataqları ilə zəngindir. Xüsusilə də Türkmənistanda təbii qaz yataqlarına görə dünyada ön sıralardadır. Qazaxıstanda dəmir və daş kömür yataqları mövcuddur və burada Özbəkistan pambığa görə birinci yerdədir. Pambıq sahəsi güclü inkişaf etmişdir. Qazaxıstanda isə buğdaya görə ön sıradadır. Qazaxıstanın meşə çöl zonasında buğda əkinləri mövcuddur. Ölkələrdə qoyunçuluq, qaragül qoyunçuluğu, atçılıq ənənəvi sahələrindən biri hesab olunur, inkişaf etmişdir. Pambığı son məhsula qədər istehsal edən ölkələrdən biri Özbəkistandır. Dünyada bir ABŞ-dır, bir də Özbəkistandır ki, pambığı son məhsula qədər istehsal edir. Dünyanın ən böyük materik daxili ölkəsi isə Qazaxıstan adlanır. Qazaxıstan materik daxili ölkə olsa da çayları həm daxili axarsı sövzəyə Xəzər dənizinə, həm də Şimal Buzulu okeana aiddir. Bunun da səbəbi Ob çayının qolu Irtışın, Tobolun Qazaxıstandan keçib Oba tökülməsi və Obun da Şimal Buzulu okeana tökülməsi ilə bağlıdır. Deməli, Qazaxıstan hər nə qədər digər okeanlara, birbaşa okeana çıxışı olmasa da, çayları həm daxili axarsı sövzəyə, həm də Şimal Buzulu okeana məxsusdur. Cənub-Qərbi Asiya ölkələrinə Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan, daha sonra İran, İraq, Suriya, Livan, İsrail, Fələstin, Yordaniya, Səudiyyə Ərəbistan, Küveyt, Yəmən, Oman, Birləşmiş Ərəb Əmirliyi, Qətər və Əfqanistan aiddir. Bəzən Azərbaycan, Gürcüstan, Ermənistanı Cənubi Qafqaz ölkələrinə də aid edilir, həmçinin Cənub-Qərbi Asiya ölkələrinə də aid edilir. Türkiyənin paytaxtı Ankara ki, amma iqtisadi cəhətdən böyük şəhəri isə İstanbul adlanır. Suriyada Dəməşq, İraqın paytaxtı Bağdad, İranda Tehran, Əfqanistan paytaxtı Kabil, Küveytin paytaxtı Əl-Küveyt, İsrailin paytaxtı Təl-Əviv, bəzən Qüdsdə verilir. Hələ hal-hazırda bizdə Təl-Əviv yazılır. Hər nə qədər İsrail paytaxtını Qüds elan eləsə də, hal-hazırda Təl-Əviv olaraq bizdə qəbul olunur. Səudiyyə Ərəbistanda Ər-Riyad, Yəmənin paytaxtı Səna, Omanın paytaxtı Məsqəd, Yordaniyanın paytaxtı Əmman, Birləşmiş Ərəb Əmirliyin paytaxtı Əbu-Dabi, amma böyük şəhərlərindən biri Dubay şəhəridir, lakin paytaxtı deyil, paytaxtı Əbu-Dabidir. Qətərin paytaxtı Doha, Livanda Beyrut, Bəhreynin paytaxtı Manama, Azərbaycanda Bakı, Gürcüstanın paytaxtı Tiblis, Ermənistanın paytaxtı isə İrəvandır. Bu ölkələrin əksəriyyəti ərəb xalqlarıdır. Məsələn, İraq, Suriya, İsrailə çıxmaqla Yordaniya, Ərəbistan yarımadasında yerləşən ölkələr əsasən ərəb xalqlarından təşkil olunmuşdur. Cənub-Qərbi Asiya xüsusilə də neft-qaz zonasıdır. İran körfəzində burada yerləşən ölkələr İran körfəzindən neft və təbii qaz çıxardılır ki, bunlardan da İran, Səudiyyə Ərəbistan əsasən fərqlənir. Həmçinin Türkiyədə xromit yataqları mövcuddur və neft çıxarıldığı üçün neft emalı, neft kimya sənaye sahələri, toxuculuq, yüngül sənayedə toxuculuq, xalçaçılıq inkişaf etmişdir. Maşınqayırma İsrail və Türkiyədədir. İstisna inkişaf etmiş ölkəsi İsraildir. Ümumiyyətlə Asiyanın 4 inkişaf etmiş ölkəsi var. Bunlardan Şərqi Asiyada ikisi, Cənubi Koreya və Yaponiya, Cənub-Şərqi Asiyada Sinqapur, Cənub-Qərbi Asiyada isə İsraildir. Asiyanın geri qalan ölkələri inkişaf etməkdə olan ölkələr hesab olunur. Cənub-Qərbi Asiyanın kənd təsərrüfatı sahələrində Aralıq dənizinə çıxışı olan ölkələrdə sitrus meyvəçilik, Türkiyə zeytuna görə fərqlənir. Həmçinin bu ərazilərdə fıstıq, İran ərazisində qaragül qoyunçuluğu, zəfəran, badam, büstə kimi kənd təsərrüfatı sahələri Cənub-Qərbi Asiyada inkişaf etmişdir. İsrail həm Aralıq dənizinə, həm də Qırmızı dənizinə çıxışı olan ölkədir. Livanın isə yalnız Aralıq dənizinə çıxışı mövcuddur. Yordaniyanın isə yalnız Qırmızı dənizinə çıxışı mövcuddur. Yəni Yordaniyanın Aralıq dənizinə çıxışı yoxdur. Bəhreyn adada yerləşir, beton bəndlər vasitəsilə Ərəbistan yarımadasına birləşdirilmişdir. Cənub-Qərbi Asiya ölkələri barıt çəlləyi adlanır. Yəni daim sanki partlamağa hazırdır, çünki münaqişə zonasıdır. Məsələn, Kürdistan problemi Türkiyə, Suriya, İraq arasında, İsraillə Fələstin arasında, daha sonra İsraillə Suriya arasında
Qolan təpələri münaqişəsi, Yəmənin özündə daxili problemlər mövcuddur. Yəni daxili münaqişələr, Əfqanistanda Talibandan sonra daxili münaqişələr mövcuddur. Azərbaycanla Ermənistan arasında, Gürcüstanla Rusiya arasında bu kimi münaqişələrə görə barıt çəlləyi adlanır Cənub-Qərbi Asiya ölkələri. Cənub-Qərbi Asiya ölkələri Aralıq dənizi vasitəsilə Atlantik okeanına və İran körfəzi, Qırmızı dəniz vasitəsilə isə Hind okeanına çıxışı olan ölkələrdir. Bu ölkələrdən Əfqanistanın, Azərbaycan və Ermənistanın dünya okeanına birbaşa çıxışı yoxdur. Əfqanistan ümumiyyətlə Cənub-Qərbi Asiyada ən kasıb ölkə, ümumdaxili məhsulun ən azı olduğu, təhsil səviyyəsinin, urbanizasiyasının ən aşağı olduğu ölkələrdəndir. Eyni zamanda bura Yəməni də daxil eləmək olar. Avstraliya materikində yeganə bir ölkə yerləşir, o da Avstraliya ölkəsidir. Avstraliya faydalı qazıntılarla zəngindir. İnkişaf etmiş ölkələrin əksəriyyətində faydalı qazıntılarla zəif təmin olunub. Lakin Avstraliya faydalı qazıntılarla güclü təmin olunmuşdur. Burada şərq hissəsində böyük su ayırıcı dağlarında daş kömür yataqları, qərb hissəsində Qərbi Avstraliya yaylasında dəmir filizi, qızıl, uran, şimal hissədə boksit yatağı ki, dünyanın ən böyük boksit yatağı burada yerləşir. Super Pit qızıl yatağı Qərbi Avstraliya yaylasında açıq üsulla çıxarılan bir yataqdır. Sənaye sahələri bu səbəbdən də hasilat sənayesi, qara və əlvan metallurgiya, maşın qayırma, yüngül yeyinti sənaye sahələri inkişaf etmişdir. Kənd təsərrüfatında isə burada merinos qoyunçuluğu, səhra və yarım səhrada, taxılçılıq cənub-şərqi və cənub-qərbi hissəsində, yəni subtropik iqlimin yerləşdiyi ərazidə taxılçılıq, pambıqçılıq yenə də səhra və yarım səhrada, maldarlığın həm südlük, həm ətlik maldarlığı inkişaf edib. Südlük maldarlıq şərq hissəsi Sakit Okean sahili rütubətli ərazilərində, ətlik maldarlığı isə mərkəz hissəsində, səhra və yarım səhra hissəsində inkişaf etmişdir. Avstraliyada təbii qaz yatağı mövcuddur ki, və bu təbii qaz yatağını Yaponiya əsasən hasil edib, Yaponiya ixrac edir. Həmçinin Avstraliya qoyunların sayına görə birinci yerdədir. Yun, dəri, daş kömür, dəmir filizi kimi məhsulları xarici ölkələrə ixrac edir. Okeaniyada yerləşən Yeni Zelandiyanı göstərmək olar ki, Avstraliyanın paytaxtı Canberrada, lakin böyük şəhərlərindən biri Sidneydir. Yeni Zelandiyanın paytaxtı isə Wellingtondur. Yeni Zelandiya özü iki adadan ibarətdir. Şimal adası və Cənub adası. Ümumiyyətlə Yeni Zelandiya adasını kəşf edən şəxs Tasman olub. Həmçinin Tasmaniya adasında o kəşf edib. Amma Yeni Zelandiyanın iki müstəqil adadan ibarət olduğunu deyən şəxs isə James Cook olmuşdur. Bu səbəbdən də Yeni Zelandiyanın şimal adası ilə Cənub adasını ayıran boğazın adı Cook boğazı adlanır və Yeni Zelandiyanın paytaxtı Wellington şimal adasında yerləşir. Avstraliyada fəaliyyətdə olan vulkan mövcud deyil. Geosinkronal ərazi yoxdur. Yalnız platformadan ibarətdir. Daimi buzlaqlar Avstraliyada yoxdur. Çünki ərazinin ən hündür zirvəsi böyük su ayırıcı dağlardır. 2228 metrdir və bu da qar xəttindən aşağıda yerləşir. Yeni Zelandiya isə geosinkronal ərazidə yerləşir və bu səbəbdən də orada fəaliyyətdə olan vulkan var ki, Ruapehu vulkanı şimal adasında yerləşir. Yeni Zelandiyanın vulkanlarından olan Ruapehu şimal adasında yerləşir. Yeni Zelandiya əsasən kənd təsərrüfatı sahələri, südlük, ətlik maldarlığa görə öndədir. Dünyaya süd məhsulları çıxarır. Həmçinin qoyunçuluq sənayesi, yüngül və yeyinti sənaye sahələri burada inkişaf etmişdir. Şimali Amerika, ABŞ və Kanada olmaqla iki ölkədən ibarətdir. ABŞ özü şimal-şərq, cənub, orta-qərb və qərb hissələrindən ibarətdir. Şimal-şərq hissəsi burada Atlantik Okean sahilində yerləşən Bosvaş megapolisi şimal-şərq hissəsindədir. Daş kömür, əlvan metallarından daha çox zəngindir. Cənub hissəsi isə Dallas məsələn bura düşür, yəni cənub hissəsinə düşür. Xüsusilə də pambıq əkilir burada. Pambıq, üzüm. Çünki subtropik və tropik əraziyə düşdüyü üçün, isti əraziyə düşdüyü üçün burada əsasən pambıq əkilir. Orta-qərb hissəsi mərkəz hissədə böyük göllər olan hissədədir. Məsələn, Spitz megapolisi orta-qərb hissəsinə düşür. Qərb hissəsi isə Sansan megapolisi burada yerləşir. Qərb hissəsi texnologiya cəhətdən elm tutumlu sahədir. Burada ən məşhur universitetləri, məsələn, Silikon vadisi, orada yerləşən universitetlər qərb hissəsindədir və Sakit Okeana çıxışı mövcuddur. Qərb hissəsi subtropikin Aralıq dəniz tipində yerləşdiyi üçün burada sitrus meyvələri mövcuddur. Sitrus meyvələri əkilir. Həmçinin hündür,
dağlıq ərazidən axan çaylar Kolorado və Kolumbiya çaylarının enerjisindən istifadə olunur, ses alınır. ABŞ-ın ən böyük sesi elə Kolorado çayı üzərində, Kolumbiya çayı üzərində yerləşir Grand Coulee. ABŞ-ın ən böyük sesi Grand Coulee Kolumbiya çayı üzərində yerləşir. Bu səbəbdən də əlvan metallurgiya, yəni ABŞ-ın alüminium sənayesi qərb ştatları ərazisindədir. Çünki alüminium enerjiyə meyl eləyir. Aviakosmik raket, kosmik sənaye sahəsi, elektron avtomobil qayırma, yəni bütün elm tutumlu sənaye sahələri qərb hissəsində cəmlənmişdir. ABŞ-ın cənub hissəsi Meksika körfəzi sahilində yerləşir. Burada həm pambıq istehsalı var, həm də neft kimya sənayesi var. Çünki bu Meksika körfəzindən neft çıxardılır və bu səbəbdən də neft kimya sənayesi inkişaf etmişdir. Nisbətən geridə qalmış ştatları buradadır və zənci əhalisinin, qaradərlilərin daha çox üstünlük təşkil etdiyi hissə ABŞ-ın cənub hissəsindədir. ABŞ-ın digər hissələrindən biri Alyaskadır. Alyaska qızıl və neft ehtiyatına görə zəngindir. Burada şimal ərazidə olduğu üçün, soyuq ərazidə olduğu üçün xəzdəri, maralçılıq daha güclü inkişaf etmişdir və meşə sənaye sahələri, ağac emalı Alyaska ştatındadır. ABŞ-ın digər bir hissəsi isə hava adalarıdır və bu hava adaları Sakit Okeanda yerləşən vulkanik mənşəli adalar hesab olunur. 23.5 şimal enliyinin kəsdiyi ərazidir. Hava adaları burada tropik enlikdə olduğu üçün xüsusilə şəkər qamışı, ananas var. Yeyinti sənaye sahələri inkişaf eləyib. Hava xüsusilə rekreasiya, turizm potensialına malik olan bir ərazidir. Latın Amerikasının regionlarına gəldikdə Mərkəzi Amerika, West Ind adaları, Amazon hövzəsi, La Plata hövzəsi və And ölkələrindən ibarətdir. Mərkəzi Amerika, Meksika, Panama, Nikaragua, Honduras, Gvatemala, Kosta Rika, Salvador və Beliz ölkələrindən ibarətdir. Ümumiyyətlə, həm Şimal Amerika, həm Cənubi Amerikada yerləşən bütün ölkələrin istisna ikisini çıxmaq şərti ilə, onlardan biri Paragvay və Boliviyadır. Geri qalan ölkələrin hamısının Dünya okeanına çıxışı mövcuddur. Və bu Mərkəzi Amerikadakı ölkələrin əksəriyyətinin iki okeana çıxışı var. Həm Sakit Okean, həm Atlantik Okeanına. Lakin Belizin yalnız bir okeana, o da Sakit Okeana çıxışı mövcuddur. Və bir də Salvadorun yenə yalnız bir okeana, o da Sakit Okeana. Yəni Salvadorun Sakit Okeana, Belizin isə Atlantik Okeana çıxışı mövcuddur. Geri qalanların isə iki okeana çıxışı mövcuddur. Yucatan yarımadasında iki ölkə yerləşir. Biri Meksika, biri isə Belizə düşür. Meksikanın paytaxtı Mexicodur. Digər ölkələrdə Salvadorda San Salvador, Belizin paytaxtı Belmopan, Kosta Rikada San Jose, Panamanın paytaxtı elə eyni ilə Panama, Gvatemalada yenə Gvatemala, Nikaraguada Managua, Hondurasda isə Tegucigalpa paytaxtlarıdır. Gvatemala və Beliz Meksika ilə sərhəddə yerləşən ölkədir və Meksika ilə ABŞ arasında hal-hazırda Rio Grande çayı yerləşir sərhəddə. Meksikadan ABŞ-a qeyri-qanuni miqrantların axını mövcuddur. Bu ölkələrin hamısı İspan dilli ölkələrdir. Böyük coğrafi kəşflərdən sonra İspanların bu əraziyə gəlib məskunlaşması nəticəsində olmuşdur. Ölkələrdən Meksika neft, qaz xüsusilə çıxardılır və hasilat sənaye sahəsi, neft emalı güclü inkişaf etmişdir. Meksikada pambıq, buğda, qarğıdalı, şəkər qamışı və qəhvə, kakao kimi, qəhvə və banan kimi bitkilər əkilir kənd təsərrüfatı, yəni tropik enliklərdə yetişdirilən bitkilər xüsusilə əkilir. Digər bir region isə West Ind adalarıdır. Karib dənizi hövzəsində yerləşən Kuba, Haiti, Dominikan, Baham, Yamayka, Grenada, Barbados və sair kimi aiddir. Kuba adası da bir ölkə Kuba yerləşir, paytaxtı Havanadır. Haiti adasında isə iki ölkə, Dominikan və bir də Haiti. Bu ölkələr tropik enliklərdə Kuba xüsusilə əlvan metallarından zəngindir. Yamaykada isə boksit mövcuddur. Tütün Kubada, şəkər qamışı, banan, qəhvə yenə tropik enliklərdə yerləşən bitkilər burada becərilir. Amazon hövzəsinə aid olan ölkələrə Braziliya, Surinam və Gayana aiddir. Braziliyanın paytaxtı Brazildir. Əvvəllər Braziliyanın paytaxtı Rio de Janeiro olmuşdu. Lakin sonralar regional siyasət nəticəsində paytaxt dəyişdirilmiş və Braziliya götürülmüşdür.
Braziliyada dəmir filizi, boksit ehtiyatları və hidroenerji potensialı mövcuddur. Braziliya ilə Paragvay sərhəddində Parana çayı üzərində Itaipu sesi yerləşir ki, bu Itaipu sesi Braziliyanın elektrik enerjisinin 20%-ni, Paragvayın isə 90%-ni təmin edir. Braziliyada sənaye sahələrinə metallurgiya, daha sonralar hasilat, yüngül sənaye, ağac tədarükü aiddir. Braziliya, yəni bu ərazilərdə şəkər qamışı, banan, qəhvə, kakao yetişdirilir. Digər La Plata hövzəsinə aid olan ölkələrə Argentina, Paragvay və Uruqvay daxildir. Bunlardan Paragvayın Dünya okeanına çıxışı yoxdur. Uruqvay ilə Argentinada pampa, yəni meşə çöl zonası mövcuddur ki, torpaqları qırmızı qara torpaqlardır. Səbəbi subtropikin bərabər rütubətli tipində yerləşməsi ilə bağlıdır ki, yağıntı daha çox düşür. Bu ölkələrdə neft, qaz, dəmir, boksit kimi faydalı qazıntılar mövcuddur. Dünya bazarına o qədər də çıxarılmır, yəni zəngin deyil. Həmçinin əsas becərilər südlük taxılçılıq, pampa ərazisində və bir də yenə meşə çöl zonasında südlük, ətlik maldarlığa görə öndədir. Ant ölkələrinə isə Ant dağlarında yerləşən Venezuela, Kolumbiya, Ekvador, Peru, Çili və Boliviya ölkələri aiddir. Venezuelanın paytaxtı Caracas, Boliviyanın paytaxtı Bogota, Ekvadorda Quito, Perunun paytaxtı Lima, Boliviyanın paytaxtı La Paz, Çilinin paytaxtı isə Santiago'dur. Argentinada Buenos Aires, Uruguayın paytaxtı Montevideo, Paragvayın paytaxtı isə Asunciondur. Buenos Airesdən Montevideo La Plata körfəzində yerləşən paytaxt şəhərlərdir. Ekvadorda neft və qaz mövcuddur, eyni zamanda Venezuelada da. Venezuela OPEC-ə üzvdür, lakin Ekvador Venezuela OPEC-ə üzv olub, hal-hazırda isə OPEC-dən çıxmışdır. Venezuelada neft, təbii qazdan başqa dəmir filizi yataqları Qviana yaylasından çıxardılar. Həmçinin boksit yataqları mövcuddur. Çili və Peruda isə mis yataqları, Squicamata yatağı elə Çili ərazisində yerləşir. Boliviyada isə qalay ehtiyatları mövcuddur. Burada yetişdirilən bitkilərə qəhvə, kakao, Kolumbiyada xüsusilə şəkər qamışı, banan, Peruda isə balıqçılıq sənaye sahəsi güclü inkişaf etmişdir. Cənubi Amerikada əksəriyyət ölkə Braziliya ilə sərhəddə yerləşir. Bir tək burada Braziliya ilə sərhəddə yerləşməyən ölkələrə Çili və Ekvador aiddir. Geri qalan ölkələrin hamısının Braziliya ilə sərhəddi mövcuddur. Kolumbiya ölkəsinin iki okeana birbaşa çıxışı mövcuddur. Yəni həm Sakit okeana, həm də Atlantik okeana çıxışı mövcuddur. Peru isə bir okeana çıxışı mövcuddur, Sakit okeana, lakin Perunun çayları iki okean hövzəsinə aiddir. Çünki buradan Amazonun qolları ilə Ucayali və Marañón Amazona tökülür. Amazon isə Atlantik okeana məxsusdur. Yəni hər nə qədər Peru bir okean sahilində yerləşsə də çayları iki okean hövzəsinə aiddir. Afrikanın regionlarına Şimali Afrika, Qərbi Afrika, Şərqi Afrika, Mərkəzi Afrika və Cənubi Afrika aiddir. Şimali Afrikaya aid olan ölkələr Misir, Liviya, Əlcəzair, Tunis və Mərakeşdir. Misirin paytaxtı Qahirə, Liviyanın paytaxtı Tripoli, Tunisin paytaxtı Tunis, Əlcəzairin paytaxtı Əlcəzair, Mərakeşin paytaxtı isə Rabatdır. Ölkələr neft və təbii qazla zəngindir, xüsusilə də Əlcəzair və Liviya ki, OPEC-in üzvləridir həmçinin. Burada Mərakeşdə isə fosforit yataqları, Atlas dağlarında fosforit yataqları mövcuddur. İnkişaf etməkdə olan ölkələrdir, lakin Afrikanın digər regionlarına nisbətən daha öndədir. Səbəbi Avropaya yaxın olması ilə bağlıdır. Əlcəzairdən İtaliyaya və Əlcəzairdən İspaniyaya Aralıq dənizindən qaz kəmərləri çəkilmişdir. Ölkələrin əsas sahəsi, kənd təsərrüfatı sahəsi Aralıq dənizində olduğu üçün sitrus meyvəçiliyi, həmçinin səhra zonasında vahələrində xurma əkilir. Və bu ölkələrdə üzüm eyni zamanda sitrus meyvəçiliyi olaraq üzüm olsa da, lakin İslam dini ilə bağlı olaraq şərabçılıq inkişaf etməmişdir. Liviya ümumdaxili məhsulun payına görə, urbanizasiya və orta ömrü müddətinə görə Afrikanın ölkələrindən çox irəlidədir. Afrikanın demək olar ki, bütün regionun, bütün ölkələrində münaqişə zonaları mövcuddur. Bunlardan biri də elə Liviyadır ki, Muammar Qəddafinin öldürülməsindən sonra xüsusilə də daxili münaqişələr Liviya ərazisində hələ də davam eləyir.
Misir iki okeana çıxışı var. Biri Aralıq dənizi vasitəsilə Atlantik okean, digəri isə Qırmızı dənizi vasitəsilə Hind okeana çıxışı mövcuddur. Və Misir iki qitədə, iki materikdə yerləşir. Süveyş kanalı Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirir. Vasitəsilə onun Sinay yarımadası qalır Asiyada. Bu səbəbdən də həm iki materik, həm də iki qitədə yerləşən ölkədir. Afrikanın Qərbi Afrikada yerləşən ölkələrə: Mavritaniya, Mali, Niger, Nigeriya, Côte d'Ivoire, Gvineya, Qana, Qambiya, Sierra Leone, Togo, Qvineya-Bissau, Çad, Senegal, Liberiya, Cabo Verde adada yerləşən bir ölkədir. Cabo Verde. Benin, Burkina Faso kimi ölkələri Qərbi Afrikada yerləşir. Malinin paytaxtı Bamako, Mavritaniyada Nouakchott, Nigerin paytaxtı Niamey, Nigeriyanın paytaxtı Abuja. Əvvəllər Nigeriyanın paytaxtı Lagos olmuşdu, lakin yenə regional siyasət nəticəsində Abujaya köçürmüşdü paytaxtı. Senegalın paytaxtı isə Dakardır. Bu ölkələrdə Nigeriyada sənaye sahəsi öndədir. Səbəbi orada neftin çıxarılmasıdır. Liberiyada və Mavritaniyada isə dəmir filizi çıxarılır. Qvineya ölkəsində boksit, Nigerdə isə uran yataqları mövcuddur. Yenə də bu ölkələrdə emal yox, hasilat sənayesi öndədir. Və Qərbi Afrika kakao, palma yağı, araq isə görə öndədir. Həmçinin burada da Senegalda xüsusilə yer fındığı mövcuddur. Şərqi Afrikaya gəldikdə Sudan, Cənubi Sudan, Efiopiya, Somali, Kenya, Tanzaniya, yuxarı hissədə Eritreya və Cibuti ölkələri, daha sonra Uganda, Burundi, Malawi, Zambiya və Seyşel. Bunlar Şərqi Afrikaya aiddir. Sudanın paytaxtı Xartum, Cənubi Sudanın paytaxtı Cubadır. Həm Cuba, həm də Xartumdan Nil çayı keçir. Eyni zamanda Qahirədən də Nil çayı keçir. Xartum şəhərində Nilin qolu Mavi Nillə Ağ Nil birləşir Xartum şəhərində. Efiopiyanın paytaxtı Əddis Ədəbə, Somalinin paytaxtı Moqadişu, Kenyada Nairobi, Tanzaniyanın paytaxtı Dodomo. Tanzaniyanın əvvəlki paytaxtı Darüssəlam olmuşdur. Regional siyasət nəticəsində Dodomoya götürmüşdü paytaxtını. Bu ölkələrdən xüsusilə Efiopiyanın dünya okeanına çıxışı mövcud deyil. Burada Cibuti və Eritreya, eyni zamanda Somali ilə əhatələnir və bu səbəbdən də dünya okeanına çıxışı yoxdur. Cənubi Sudanın da dünya okeanına çıxışı yoxdur. Lakin Sudanın Qırmızı dənizə çıxışı olduğu üçün dünya okeanına birbaşa çıxışı var. Uganda və Burundi də yenə dünya okeanına çıxa bilmir. Və Zambiya, Malawi də dünya okeanına çıxışı olmayan ölkələr sırasındadır. Şərqi Afrikada Zambiya ərazisində mis ehtiyatları mövcuddur. Bu səbəbdən də Zambiyada əlvan metallurji öndədir. Şərqi Afrika regionu əsasən çaya görə fərqlənir, xüsusilə Kenya. Qəhvə və pambıq. Pambıq isə Sudan ərazisindədir. Həmçinin Tanzaniya və Kenya ərazisində də sizalı göstərmək olar ki, bu ölkələr kənd təsərrüfatı məhsullarına görə fərqlənir. Mərkəzi Afrika regionuna gəldikdə Kongo, Kongo Demokratik Respublikası, Çad, Angola, Mərkəzi Afrika Respublikası, Kamerun, Gabon, Ekvatorial Qvineya kimi ölkələr Mərkəzi Afrika regionuna aiddir. Kongo Demokratik Respublikasının paytaxtı Kinshasa, Kongonun paytaxtı Brazzavil və Gabonun paytaxtı Librevilledir. Burada Yaoundé isə Kamerunun paytaxtı hesab olunur. Angola Mərkəzi Afrikaya aiddir. Angolanın paytaxtı isə Luandadır. Ölkələrdə mis ehtiyatı mövcuddur ki, Kongo Demokratik Respublikasındadır. Həmçinin Gabon və Angolada isə neft yataqları mövcuddur. Bunlar OPEC-ə üzv olan ölkələrdir. Mis ehtiyatları səbəbindən bu ölkələrdə əlvan metallurji inkişaf etmişdir və Kongo hövzəsində ekvatorial enlikdə yerləşdiyi üçün ağac tədarükü, yəni ağacın mexaniki emalı, kimyəvi emalı yox, mexaniki emalı sadəcə oduncaq formasına salınıb ixrac olunur. Və becərilən tropik enliklərdə qəhvə, kakao da bu ölkələrdə becərilir. Cənubi Afrika regionuna gəldikdə, burada Car, Namibiya, Mozambik, Botsvana, Carın tərkibində olan Lesotho
və Esvatini, yəni Svaziland, Madagaskar, Zimbabve, Komor adaları aiddir. Madagaskarın paytaxtı Antananarivo, Mozambikin paytaxtı Maputo, Botsvananın paytaxtı Gaborone, Namibiyanın paytaxtı Windhoek, Cənubi Carın paytaxtı isə Cape Towndur və Pretoria'da digər bir paytaxtıdır. Bu ölkələrdə xüsusilə də car fərqlənir. Carda qızıl, almaz kimi qiymətli metallar, həmçinin uran, daş kömür və dəmir filizi mövcuddur. Bu ölkələrdən bir tək ümumiyyətlə Afrikanın yeganə inkişaf etmiş ölkəsi car hesab olunur. Və kənd təsərrüfatı sahəsində isə cardan Namibiyada qaragül qoyunçuluğu, ətli maldarlığı inkişaf edib. Car dünyaya qarğıdalı ixrac edir. ABŞ, Argentina car üçü dünyaya qarğıdalı ixrac edən ölkələr sırasındadır. Botsvana, Zimbabvenin isə dünya okeanına çıxışı mövcud deyil. Afrikada əhalisinin sayına görə fərqlənən ölkə Nigeriyadır ki, Nigeriya Afrikada əhalisinin sayına görə öndədir. Sahəsinə görə ölkələri fərqləndirdikdə, Avrasiyada birinci yerdə Rusiya, Cənubi Amerikada sahəsinə görə Braziliya, Şimali Amerikada Kanada, Afrikada isə Əlcəzair sahəsinə görə öndədir. Paytaxtı iri sənaye mərkəzi olmayan ölkələrə Braziliya, Nigeriya, Tanzaniya, Avstraliya, ABŞ, Qazaxstan, Türkiyə ölkələri aiddir. Elə ölkələr var ki, paytaxtı okean və ya dəniz sahilində yerləşir. Bunlardan birinə Argentina və Uruqvayın paytaxtı. Daha sonralar Perunun paytaxtı Limanı göstərmək olar. Afrikanın şimal hissəsində Aralıq dənizi sahilində Liviya ilə Əlcəzairin paytaxtı yerləşir. Həmçinin Mərakeşin paytaxtı da yenə okean sahilində yerləşir. Avropada isə Portuqaliyada Lissabon okean sahilində yerləşir. Elə ölkələr var ki, birbaşa iki okeana çıxışı mövcuddur. Məsələn, bu ölkələrdən Cənubi Avropada, Cənubi Amerikada Kolumbiya, Yeni Zelandiyanı bura demək artıq olmaz. Çünki Yeni Zelandiya ölkəsi iki okeana çıxışı mövcud deyil. Avstraliya olar, Tasmaniya adası olar, amma Yeni Zelandiyanın iki okeana çıxışı yoxdur. İslandiya iki okeana çıxışı mövcuddur. Misir eyni zamanda Car, Tayland, İndoneziya, Meksika, Panama və Norveç. İki okeana çıxışı olan ölkələrdir. Yaponiya avtomobilə görə, Kanada oduncaq, Norveç elektrik enerjisi, Yeni Zelandiyada isə ətə görə adam başına birinci yerdədir. Greenwich meridianının 0 dərəcəlik meridian, başlanğıc meridianının kəsdiyi ölkələrə Böyük Britaniya, Fransa, İspaniya, Əlcəzair, Mali, Burkina Faso, Togo və Qana aiddir. Ekvator xəttinin keçdiyi ölkələrə Ekvadorun paytaxtı elə Quitodan ekvator xətti keçir. Ekvador, Kolumbiya, Braziliya, Gabon, Kongo, Kongo Demokratik Respublikası, Uganda, Kenya, Somali və İndoneziya ekvator xəttinin keçdiyi ölkələrdir. Şimal tropik xəttinin keçdiyi ölkələrə isə Meksika, ABŞ kəsmir şimal tropik xətti, amma Meksikanı kəsir. Afrikada Qərbi Səhra, Mavritaniya, Mali, Əlcəzair, Liviya, Misir, Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirliyi, Oman, Hindistan, Banqladeş, Myanma, Çin və Tayvana aiddir. Cənub tropik xətti isə nisbətən daha az ölkələri kəsir. Bunlara Çili, Argentina, Paragvay, Braziliya, Namibiya, Botsvana, Car, Mozambik, Madagaskar və Avstraliya aiddir. Cənub qütb dairəsi yalnız Antarktidadan keçir. Şimal qütb dairəsi isə ABŞ-ın Alyaska hissəsi, yəni ABŞ, Kanada, İslandiyanı kəsmir. Çünki İslandiya şimal qütb dairəsindən aşağıda qalır. Yəni mülayim şiqlama quşağına düşür. Norveç, İsveç, Finlandiya və Rusiyanı şimal qütb dairəsi kəsir. Çin iki okeana, burada Sakit okeana əsasən çıxışı mövcuddur, bir okeana çıxışı mövcuddur. Lakin Çinin çayları 3 okean hövzəsinə aiddir. Sakit okean, Hind okeanı və Şimal Buzlu okean.
Üç okean olmasının səbəbi, məsələn, Xuanxe yansızı Sakit okeana, Amur çayı Sakit okeana tökülür. Buradan başlanğıcı götürən Mekong, Qanq, Brahmaputra, Hind çayları Hind okeanına tökülür. Və bir də Obun qolu olan Irtış çayı Çindən keçir. Sonra Qazaxıstanın və Rusiyadan Şimal Buzlu okeana tökülür. Bu səbəbdən də Çinin çayları üç okean hövzəsinə aiddir. Bundan əlavə olaraq üç okean hövzəsinə aid olan çaylara ABŞ, Sakit okean, Atlantik okean və Şimal Buzlu okeana aiddir və Kanadanı da yenə üç okean hövzəsinə aid olan çaylarda ölkələrdə götürmək olar ki, bura Rusiyanı da əlavə eləmək mümkündür. Panama bir qitədə, Amerika qitəsində, iki materikdə, Şimali Amerika və Cənubi Amerika materikində yerləşir. Sahəsinə görə dünyanın ən böyük ölkəsi Rusiya, ikinci yerdə Kanada, sonra Çin, ABŞ, Braziliya, Avstraliya və Hindistan dayanır. Bunlar sahəsinə görə ən böyük ölkələrdir. Mikro ölkələrə isə Andorra, Bəhreyn, Vatikan, Liechtenstein, Malta, Monaco, San Marino, Singapur kimi ölkələr aiddir. Ölkələri əhalisinə görə birinci yerdə hazırda Hindistan, daha sonra isə Çin dayanır. Üçüncü yerdə ABŞ, İndoneziya, Pakistan və Nigeriya əhalisinə görə fərqlənən ölkələrdir. Adada yerləşən ölkələrə İslandiya, İrlandiya, Böyük Britaniya aiddir. Həmçinin Avropada, cənub hissədə Aralıq dənizində Malta adada yerləşir. Asiyada Şri Lanka, Bəhreyn, Bruney, bunlar da yenə adada yerləşən ölkələr hesab olunur. Afrikada isə Madagaskar adada yerləşir. Şimal Amerikada Yamayka və Kuba, bunlar adada yerləşən ölkələrdir. Elə ölkələr var ki, həm adada yerləşir, həm də yarımadada yerləşir. Buna məsələn Norveçi göstərmək olar ki, Skandinaviya yarımadasında və yuxarıda adaları Spitsbergen adası olduğu üçün həm adada, həm də yarımadada yerləşənlər hesab olunur. Həmçinin Malazya, Malakka yarımadasında və Kalimantan adasında yerləşir. Yenə də ada və yarımadada yerləşən ölkələr hesab olunur. Yaponiya, İndoneziya, Filippin isə həm sadəcə ada deyil, arxipelaqda yerləşən ölkələr hesab olunur. Yarımadada yerləşən ölkələrə Norveç, İsveç, İspaniya, Portuqaliya, İtaliya, Yunanistan, Danimarka həm adada, həm də yarımadada yerləşir. Asiyada isə Hind-Çin yarımadasında Vyetnam, Laos, Kamboca, Tayland, Myanma, Malazya, yəni Malazya həm ada, həm də yarımadada yerləşir. Daha sonra Ərəbistan yarımadasında Oman, Yəmən, Birləşmiş Ərəb Əmirliyi, Qətər, Səudiyyə Ərəbistanı, yenə bunlar yarımadada və Afrikada isə Somali yarımadada yerləşən ölkələr hesab olunur. İtaliyanın daxilində yerləşən San Marino və Vatikan və Carda yerləşən Lesotho isə anklav ölkələrdir. Yəni hər tərəfdən digər başqa ölkələrdən əhatə olunan bir ölkə ilə əhatə olunan ölkədir. Burada Bəhreyn isə Bruney daha doğrusu. Bruney isə yarım anklavdır. Əgər üç tərəfdən ölkə ilə əhatə olunub, bir tərəfdən isə okeana və ya dənizə çıxışı varsa, bunlar yarım anklav ölkələr adlanır. Latın Amerikasında inkişaf etmiş ölkə ümumiyyətlə yoxdur. Şimal Amerikada isə ABŞ və Kanada inkişaf etmiş ölkələrdən hesab olunur. Latın Amerikasında isə həm Şimal Amerika ümumiyyətlə, həm də Cənubi Amerikada monarxiya yoxdur. Eyni formada Şərqi Avropa ölkələrindən də yenə heç biri monarxiya deyil. Monarxiya Qərbi Avropada yerləşir və burada Qərbi Avropada yerləşən monarxiya ölkələri mütləq monarxiya yox, konstitusiyalı monarxiyadır.